Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugün tez bir vaxtda hazırlanan qəlyanaltı reseptini sizinlə paylaşıram. Buna səhər yeməyi də demək olar. İndi keçək hazırlanmasına. Qaba 1 stəkan qatıq tökürəm, üzərinə yarım çay qaşığı soda. Bunları qarışdırıram, sodanı qatıqda söndürürəm. Belə olduqda sodanın qoxusu gəlmir, həm də acı olmur. Qoyuram bir kənara. Başqa bir qaba 3 ədəd sındırdığım yumurtanı əlavə eləyirəm. Bunları çəngəllə biraz yaxşı-yaxşı qarışdırıram. Qəlyanaltı üçün pendir götürmüşəm. İstənilən pendirdən istifadə eləmək olar. Amma mən duzlu pendir götürmüşəm. Pendiri çəngəllə biraz əzirəm. Əzdiyim pendirləri yumurtanın üstünə əlavə eləyirəm hamısını. İstəyə görə pendiri daha çox ya da az əlavə eləmək olar. Soğan götürmüşəm. Soğan iri soğandı. Ona görə 4də 1 hissəsini götürmüşəm. Yaşıl soğandan da istifadə eləmək olar. 7-8 qanad, şüyüd. Bunları xırda-xırda doğrayıram. Video çox vaxt aparmasın deyə doğrama hissəsini çəkməmişəm. Hazırladığım qatıqlı sodanı qaba əlavə eləyirəm. Üzərindən incə-incə doğradığım soğanları tökürəm. Xırda-xırda doğradığım şüyüdü əlavə eləyirəm. Bunları biraz qarışdırıram. Gördüyünüz kimi götürdüyüm pendir duzlu olduğu üçün qaba duz əlavə eləmədim. Əgər sizdə pendir duzsuz olarsa, onda duz əlavə eləyin. Qaba un tökürəm. Un ələnmiş undur. Onu apardığı qədər istifadə eləyəcəm. Unu az-az tökürəm. Əvvəlcə spatula ilə biraz qarışdırıram. Sonra artıq çətin olduqda yenə unu az-az əlavə eləyib ələ yapışan yumuşaq bir xəmir yoğururam. Xəmir üçün 4 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Qəlyanaltı üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə qeyd etmişəm. Belə gördüyünüz kimi ələ yapışan yumuşaq xəmir olmalıdır. Xəmiri gözlətmirəm. Masaya un səpirəm. Unu biraz çox səpmək lazımdır. Hazırladığım xəmiri masanın üstünə yerləşdirirəm. Xəmir yumuşaq xəmirdir. Ona görə üstündən də biraz yine un səpirəm. Əlimlə biraz üstündən bastıraraq genişləndirirəm. Oxlovla yayıb böyüdürəm. Xəmir yumuşaq xəmirdir. Ona görə unu biraz çox səpmək lazımdır ki, oxlovla yayıb böyüdəndə oxlova yapışmasın. 1 sm qalınlığında xəmiri yayıb böyüdürəm. Yayıb açandan sonra xəmir kəsəndən açdığım xəmiri 2 barmaq endə uzunsov şəkildə doğrayıram. İstənilən şəkildə doğramaq olar, kvadrat şəklində, dairəvi. Amma mən uzunsov şəkildə doğrayıram əvvəlcə. Kəsdiyim xəmir parçalarını 2 hissəyə bölürəm. Kənarları düz olması üçün kənarlarını da kəsib düzəldirəm. Doğrayandan sonra xəmir parçalarını başqa bir taxtanın üstünə düzüb, üstündə olan artıq onları təmizləmək lazımdır. Hamısını belə təmizləyib yağda qızardıram. Tavaya bitki yağı töymüşəm. Yağ qızmar olandan sonra doğradığım xəmir parçalarından tavaya düzürəm. Tutduğu qədər xəmir parçalarından düzürəm. Qazın orta xodunda bişirirəm. Xəmirlər bişir. Bir üzü bişib qızarır. Çevirirəm. O biri üzü də yaxşı bişib qızarır. Hamısını belə eyni qaydada bişirib tavadan götürürəm. İstəyə görə ərzaqların ölçülərini artıraraq daha çox hazırlamaq olar. Hamısını belə eyni qaydada boş qalan yerlərə düzüb, hər iki üzünü bişirib, yaxşı qızardıb, tavadan götürüb, mətbəx salfetinin üstünə çıxardıram. Qəlyanaltım artıq hazır oldu. Buna səhər yeməyi də demək olar. Çox dadlıdır. Süfrəyə xamı ilə ketçupla verə bilərsiniz. Çox ləzzətli olur. İzlədikdən sonra videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı,
Əgər kanalımıza abunə değilsinizsə, abunə olmağı unutmayın.